Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yevlax Regional Xəstəxanasının binası əsaslı yenidən qurma işlərindən sonra vətəndaşların istifadəsinə verilib. Yevlax Regional Xəstəxanası Mingəçevir şəhəri, eləcə də Kürdəmir, Ucar, Ağdaş, Zərdab, Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonları daxil olmaqla ümumilikdə bir şəhər və 8 rayonun əhalisinə tibbi xidmət göstərəcək. Bu isə region üzrə vətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığının təmin olunmasında mühüm rol oynayır. 2 mərtəbədən ibarət olan xəstəxanada inzibati bölmə, şüa diaqnostika, ambulator, anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi və stasionar şöbələr təşkil olunub. Şüa diaqnostika şöbəsi rəqəmsal rentgenoqrafiya, fluoroqrafiya, eləcə də elektrokardioqrafiya və ultrasəs müayinə avadanlıqları ilə təchiz edilib. Tənəffüs funksiyalarının qiymətləndirilməsi və diaqnostikası məqsədi ilə spirometriya otağı yaradılıb. Stasionar şöbədə xəstəxana daxili infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə basilyar xəstələr üçün tək çarpayılı palatalar yaradılıb. 50 çarpayılıq stasionar şöbənin palataları müasir tələblərə uyğun şəkildə təchiz edilib. 5 çarpayılıq anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi, oksigen tədrisatı, monitor kompleksləri, süni tənəffüs aparatları və digər müasir tibbi avadanlıqlarla təmin olunub. Xəstəxanada 2-ci səviyyəli mikrobakteriyoloji və klinik diaqnostik laboratoriya təşkil olunub. Həmin laboratoriyalarda mikrobakteriyaların molekulyar genetik müayinələri aparılır. Xüsusi yaradılmış video müşahidə otaqlarında müasir telekommunikasiya sistemləri quraşdırılıb. Bu sistemlər vasitəsilə tibb bacıları tərəfindən ambulator müalicədə olan xəstələrlə fasiləsiz və operativ əlaqə təmin olunur. Müalicə prosesi və dərman qəbulu gündəlik nəzarətdə saxlanılır. Xəstəxana ümumilikdə ventilyasiya, isitmə və soyutma sistemləri ilə təchiz olunub. Həmçinin aptek bölməsi pasientlərin dərman vasitələri ilə fasiləsiz təminatını həyata keçirir. Xəstələrin və əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədi ilə kitabxana yaradılıb. Yevlax Regional Xəstəxanasının istifadəyə verilməsi regionda ağciyər xəstəliklərinin, xüsusilə vərəmin vaxtında aşkarlanması, effektiv müalicəsi və profilaktikasının gücləndirilməsi istiqamətində atılmış mühüm addımdır.